Herkese salam. Bugün OTK-nın 12 oktyabr 2025-ci il tarixində keçirdiyi buraxılış fənləri üzrə sınav imtahanının 8-ci sinif riyaziyyat fənni üzrə test tapşırıqlarının izahına baxırıq. 31-ci suala başlayaq. Verilmiş ifadənin qiymətinin tapılmasını istəyir. Uşaqlar, bu qarşıq ədədlərin çıxılmasıdır. Qarşıq ədədlər necə çıxırıq? Tam hissəni olduğu kimi saxlayıb, əgər məxrəclər müxtəlifdirsə, məxrəcləri əküb tapırıq. 6 və 9-a əküb 18-dir. 18-i bölürəm 6-ya 3, 5-i vururam 3-ə 15. Çıxıram 13 tam 18 bölünsün 9, 2, 4 vur 2, 8. 17-də 13 çıxanda 4, 18 olduğu kimi saxlayıram. Sürətlərə çıxanda oldu 7. Cavab 4 tam 18-ə 7, A variantı. 32-yə baxırıq. Deməli, verilmiş E-Venn diaqramına əsasən çoxluğun elementlərin sayının tapılmasını istəyir. İlk öncə uşaqlar A-da olub C-də olmayan elementləri seçirik biz. 1, 3, 5, 7. Daha sonra B və C çoxluqların kəsişməsi 2 və 6-dır. Daha sonra verilmiş bu elementləri birləşdirsək, olacaq 1, 2, 3, 5, 6, 7. Burada da element sayı 6-ya bərabərdir, B variantı. 33-də deyir ki, A ədədi B-nin 4-də 3 hissəsi. Yəni, A bərabərdir 4-də 3, B. Daha sonra deyir ki, B ədədi C-nin 9-da 8 hissəsi. Yəni, B bərabər 9-da 8, C. Daha sonra deyir ki, A ədədi C-nin hansı hissəsi olar? Uşaqlar, gəlin bu B-nin qiymətini gətirib qoyaq yuxarıda yerinə. A bərabərdir 4-də 3, B-nin yerinə yazacağım 9-da 8, C. 3 ilə 9 yıxsa gələcək, qalacaq 3. 8 ilə 4 yıxsa gələcək, qalacaq burada 1, surətdə 2. Deməli, A bərabərdir C-nin 3-dəki hissəsi. E variantı. 34-ə baxırıq. Deməli, verilmiş ədədlərdən hansıları 18-ə bölünür? İlk öncə 18-ə bölünmə əlamətini yadımıza salsaq, həm 2-yə, həm 9-a bölünən ədədlər 18-ə bölünür. 2-yə bölünməsi üçün verilən ədəd cüt olmalıdır. Baxıram ki, A, B, C hər biri cütdür. 9-a bölünməsi üçün verilmiş ədədin rəqəmləri cəmi 9-a qalıqsız bölünməlidir. Birinci A ədədinin rəqəmləri cəmi olur 18, B ədədinin rəqəmləri cəmi 18, C ədədinin rəqəmləri cəmi olur 25. Həqiqətən 18 və 18, yəni 18 9-a bölünür. Amma 25 9-a bölünmür. O zaman cavab olacaq A, B, C variantı. 35-ə baxırıq. Deməli, 72 və 54 ədədlərinin əkov və əbobunun cəmini istəyir. İlk ünlüş olar 72-ni qruplara ayıraq. 2-yə böldüm 36, 2-yə böldük 18, 2-yə 9, 3, 3-ə 3, 3-ə 1. Sonra 54 qruplara ayıraq. Əbob deyən uşaqlar bizə ortaq vuruqlar lazımdır. Hər ikisinin ortaq vuruq 2-dir. Daha sonra 3-dür. 3-dür. Əbob 2 vurulsun, 3 vurulsun, 3. Əkov deyəndə böyüyü götürürdük, yəni 70-ni vururduq, kiçikdə ortaq olmayanı, yəni 3-ə. 72-ni 3-ə vuranda olur 216, üstə gəl. 2 vur, 3 vur, 3, olur uşaqlar 18, cəm oldu 234, D variantı. 36-ya baxırıq, aşağıdakı bərabərliklərdən hansılar doğrudur? A variantı 2 tam 100-25. Yəni uşaqlar 2 tam 4-də 1-ə bərabərdir. 1 doğru deyil. 2-yə baxırıq, 5 tam 115-i ayrı kəsr şəklində yazaq. Hər tərəfi demə sürət və məxrəci 5-ə bölsək, olacaq 5 tam 20-də 3. 3 düzdür. Sonra 7-də 13-ü qarşı ədədə çevirsək, olacaq 1 tam 7-də 6. Bu düzgün deyil. Yəni bir-birinə bərabər deyil. Sonra deməli, ikinci olan ifadə yazıram 9-da 6 kimi, bunu da ixtisarayanda 3-də 2. Həqiqətən 4-də bir-birinə bərabər. Cavab oldu ki, 4 A variantı. 37-yə baxırıq. Deməli, şəkildə M N-ə paraleldir, C kəsəndir. Aşağıdakılardan hansı yanlışdır? Baxaq A variantına. B və D bucaqları qonşu bucaqlardır. Xeyr, B və D qarşılıqlı bucaqlardır. Elə cavab oldu A variantı. C və A bucaqları qarşılıqlı bucaqlardır. Bəli, düzgündür. Y və D bucaqları daxili çarpaz bucaqlardır. Bəli. Sonra C və F bucaqları xarici çarpaz bucaqlardır. Bəli. Sonra A və F bucaqları uyğun bucaqlardır. Düzgündür. Bizə yanlış istəyir, oldu A variantı. 38-də şəkildə OB şurası AOC-nin tən böləndir. Tən bölən verilmiş bucağı yarıya bölür. Bura alfa desək, burada alfadır. Daha sonra AOD 140 dərəcə, DOC 110 dərəcə. Bizdən AOB bucağını istəyir. Uşaqlar, baxıram ki, verilmiş bucaq tam bucaqdır. Yəni 140 üstə gəl
110 üstəgəl alfa üstəgəl alfa bərabərdir 360. 250 üstəgəl 2 alfa bərabərdir 360. 2 alfa bərabərdir 110. Alfanı tapdıq 55. Bizdən nə istəyir? A, O, B bucağı. O da 55. D variantı. Sonra 39-a baxırıq. 240 ədədinin neçə sadə bölən var? Uşaqlar, sadə bölən sayı elə müxtəlif sadə vuruq sayına bərabərdir. 240-ı sadə vurğularına ayırsaq deməli. Oldu uşaqlar. 2-dən 4 dənədir, 3-dən 1 dənədir, 5-dən 1 dənədir. Müxtəlif sadə vuruq sayı 3 dənədir, deməli sadə bölən sayı 3 dənədir, cavab oldu E variantı. 40-da, deməli bu tip suallarda deyilir ki, eyni istiqamətə baxan bucaqların cəmi digər istiqamətə baxan bucaqlara bərabərdir. Yəni alfa 50 və 20-nin cəminə bərabərdir, oldu 70. E variantı. 41-də deyir ki, velosipedçi 45 km məsafəni 2,7 saata gedir. O həmin sürətlə 3 saata neçə kilometr yol gedər? Uşaqlar, deməli, kilometrin altına yazdım, saatın altına yazdım. Bunun tərs və yaxud düz mütənasib olduğunu müəyyənləşdirməliyik. Biz daha çox yol gedəndə, yəni daha çox zaman qət edəndə daha çox yol gedirik. Yəni 3 saat ərzində biz 45-dən daha çox yol getmiş olacağıq. Yəni verilmiş gedilən yolla zaman düz mütənasib. Düz mütənasibdirsə çarpaz vururam. Deməli 2,7 bərabərdir 45 vurulsun 3. 2,7 bərabərdir 135. X tapmaq üçün 135-i bölürəm 2,7-yə. X tapırıq 50. Cavab oldu D variantı. 42. Deməli, OD şüası AOC-nin tənböləndir. Deməli, AOC-nin tənböləni, bura alfa desək, burada alfadır. Tənbölən verilmiş bucağı yarıya bölür və BOC bucağı 40 dərəcədir. Baxırıq ki, uşaqlar, AOB bucağı 180 dərəcə olan açıq bucaqdır. Yəni, alfa üstəgəl 40 bərabərdir 180, 2 alfa bərabərdir 140, alfanı tapdıq 70. O zaman bizdən nə istəyir? BOD-ni, o da uşaqlar 70 və 40-ın cəmi 110-a bərabərdir. A variantı. 43-də deyir 240 ədədi 1, 3, 8 ədədlərlə düz mütənasib hissələr böldükdə alınan ədədlərdən ən böyüyünü tapın. Deməli, birinci ədəd K desə, ikinci ədəd 3K, üçüncü ədəd 8K. Düz mütənasib olan uşaqlar K, 3K, 8K-nın cəmini 240-a bərabər edirik. O zaman oldu 12K bərabərdir 240, K-nı tapdıq 20. O zaman kiçik ədəd 20, digər ədəd 3 vur 20, 60. Digər ədəd 8 vur 20, 160. Bizdən böyüyünü istəyir, cavab oldu 160. Deməli, 44-də tənasübün x-in tapılmasını istəyir. Tənasübün əsas xassəsi kənar hədlərin hasilinin orta hədlərin hasilinə bərabər olmasıdır. 5x bərabərdir 8 vur 3. Yəni 5x bərabərdir 24. X tapmaq üçün 24-ü bölürəm 5-ə, olur 4 tam 5-də 4. Onu kəsrə çevirsək 4 tamında 8. A variantı. 45-ə baxırıq. N-in neçə natural qiymətində verilmiş kəsirin qiyməti natural ədəddir. Şöyle burada hər bir surətdə olan toplanan bölürəm məxrəci. 3n-i bölürəm n-ə, üstə gəlirəm 16 bölünsün n. Olur 3 üstə gəl 16 bölünsün n. 16-nın demək bölənlər nədir? 1-dir, 2-dir, 4-dür, 8 və 16-dır. Say oldu 5, B variantı. 46-ya baxırıq. Deməli, müəyyən yükü daşımaq üçün hər biri 6 ton olan, deməli, 12 avtomobil lazımdır. Sonra bu yükü daşımaq üçün hər biri 9 ton yük götürən neçə avtomobil lazım olan. Deməli, mən bilmirəm nə qədər yük var. Amma mən onu bilirəm ki, bu yükü daşımaq üçün 6 ton götürən 12 avtomobil lazımdır. Mən o zaman yükü tapmaq üçün 12 vuraram 6-ya, tapıram 72 ton mənim yüküm var. Deyir, bu yükü daşımaq üçün, yəni 72 ton yükü daşımaq üçün biri 19 ton olan neçə yük avtomobil lazımdır? O zaman mən bu 72-ni bölürəm 9-a, tapıram 8 dənə mənə avtomobil lazımdır. Və yaxud ikinci yol necə ola bilər? Deməli, 6 tonu daşımaq üçün bizə 12 avtomobil lazımdır. Deyirəm, 9 tonu daşımaq üçün neçə avtomobil lazımdır? Uşaqlar, bu tərs mütənasibdir. Qarşı-qarşıya vururam.
Deməli 9 vur x bərabərdir 6 vur 12. 9x bərabərdir 72, x bərabərdir 8. 47-yə baxırıq. Deməli turist yolun 14-də 5 hissəsini getdikdən sonra mənzil başına çatmağa 18 kilometr yol qalarsa, 14-də 5-in gedib birdən çıxaram 14-də 5 qalıb uşağı bütün yolun 14-də 9 hissəsi. 14-də 9 hissəsi 18 olan ədəd axtarırıq. Yəni 18-i bölürəm 14-də 9-a. 18-i vururam 9-da 14-ə. Burada ixtisarımızı aparsaq olacaq cavab 28. 48-ə baxırıq. Uyğun tərəfləri paralel olan bucaqlar 2-13 nisbətindədir. Bu bucaqlardan kiçiyinin dərəcə ölçüsünü tapın deyir. Uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabərdir, ya da ki cəmi 180-dir. Baxıram ki, bunlar eyni adlı olduqda ancaq bir-birinə bərabərdir. Baxıram ki, bunlar müxtəlifdir. O zaman bunların dərəcə ölçülərin cəmin 180 bərabər edirəm. 15k bərabərdir 180, k tapdıq 12. Bizdən kiçik istəyir. Kiçik də 2k'dır. 2 vur 12, cavab oldu 24. 49-a baxırıq. Deməli, verilmiş ifadəni AB hasilini istəyir bizdən. Gəlin bunu şolasının şəklində çıxaq. AB 7-dən çıxaq. AB bərabərdir 178. Mən 7-dən B çıxan 8 tapmalıyam. Aydın məsələdir ki, 7-dən heç bir natural ədəd çıxanda 8 eləməz. O zaman 17-dən mən 9 çıxaram, 8 olsun. Harada B varsa yerinə 9 yazdım. Mən bura bir onluq vermişdim. O zaman bu 9-un 7 qalıb 8. 8-dən nə çıxsaq 7 ilə 1. O zaman A 1, B 9-dur. Hasil 9. 50-yə baxırıq. Deməli, bizə AO CD-yə perpendikulyar, OB D-yə perpendikulyar olarsa, qamma 50 dərəcə verilib və alfa plus beta cəminin dərəcə ölçüsünü istəyir. Şolar, burada 90-dırsa, qarşılıq olaraq burada 90-dır. Fikir verin, burada bir üçbucaq əmələ gəlib. Yəni, alfa üstə gəl, 90 üstə gəl, 50 bərabərdir 180. Alfa üstə gəl, 140 bərabərdir 180. Alfalı oldu 40. Şolar, uyğun tərəfləri perpendikulyar olan bucaqlar əgər eyni adlıdırsa, bir-birinə bərabər. Baxıram ki, hər ikisi iti bucaqdır. Deməli, eyni adlıdır. O zaman beta-da oldu, neçə tapmışdıq biz? 40 dərəcə. 40 üstə gəl, 40, cavab oldu 80. 51-ə baxırıq. Deməli, ilk 100 natural ədəddən 6-ya tam bölünüb 8-ə bölünməyənlərin sayını tapıram. Bu tip suallarda uşaqlar 100 natural ədədlərdən 6-ya bölünən 2 ədəd 6-dır, 12-dir. Daha son 18-dir və sonuncusu isə 96-dır. Sayını tapmaq üçün 96-dan çıxaram 6-nı, bölərəm. Verilmiş ədədlər 6 vaid art-arta gedir. Bölürəm 6-ya üstə gəlirəm 1. Oldu 90 böl 6 üstə gəl 1. Cavab oldu 16. Bu 16-nın içində, 16 ədədin içində 8-ə bölünən də ədədlər var. İndi elə bir ədəd var ki, həm 6-ya bölünür, həm 8-ə bölünür. Bu ədədlər 24-dür, 48-dir, 72-dir, 96-dır. Say oldu 4. 16-dan 4 çıxaram, cavab tapdıq 12. 52-yə baxırıq. A və B ədədlərin hasili 36.000, ortaq olmayan sadə vurğuların hasili 40 olarsa, əkobun tapılmasını istəyir. Deməli, uşaqlar, əkob AB bərabərdir. Kök altında A vur, B vur, C. Mən AB hasilini tapdım 36.000. C-ni ortaq olmayan sadə vurğuların hasili C-dir. Vuraram 40-a. Olur uşaqlar, 36-nı vururam. İlk öncə gəlin. 36 vur 4. Sonra vurulsun 10.000. 36-nı 4-ə vuranda kök altında 144 vurulsun 10.000. 144-də kök 12 çıxır. 10.000-dən kök 100 çıxır. Hasil oldu 1200. 53-ə baxırıq. AB parçası üzərində N və N nöqtələri verilmişdir. AN 42. Sonra AM'in M-nin nisbəti 2-nin 5-ədir. Deməli, 2K üstə gəl, 5K bərabərdir 42, 7K 42-dirsə, K oldu 6. O zaman AM 2 vur 6, 12, MN 5 vur 6, 30-dur. Daha sonra deyir ki, MN-in MB-yə nisbəti 3-ün 2-ədir. MN-i neçə tapdıq biz? 30. MB-ni mən bilmirəm neçədir. Nisbət olub 3-ün 2-yə. Çarpaz vursaq, 3NB bərabərdir 2 vur 30. İxtisarımızı aparsaq, MB-ni tapırıq 20. Bizdən AB-nin uzunluğu istəyir. Deməli, 12 üstə gəl, 30 üstə gəl, 20. Cavab oldu 62.
54-də baxırıq. Deməli, məktəbin 1200 şagirdindən 900 nəfəri ingilis dili, 420 nəfəri alman dilini öyrənir, 80 nəfər isə bu dillərin heç birini öyrənmir. Neçə şagird hər iki dili öyrənir? Məktəbdə ümumi 1200 nəfər şagird var. Bunlardan 900-ü ingilis dilini, 420-si alman dilini, hər ikisi öyrənən bilmirəm neçədir, x-dan işarə edirəm və 80 nəfər heç birini öyrənir. Uşaqlar 1200 bərabərdir. Burada alınan ifadənin qiyməti olur 1400 çıxılsın x. X-i tapırıq 200. 200 nəfər hər iki dili öyrənir. 55-də deməli birinci boru boş hovuzu 4 saata doldurur. İkinci boru isə dolu hovuzu 6 saata boşaldır. Borular eyni vaxtda açılarsa 2 saatdan sonra hovuzun hansı hissəsi boş qalar? Deməli 1 saat ərzində 4də 1-ni doldurur. İkinci boru isə deməli 1 saat ərzində 6da 1 hissəsini boşaldır. Boşalır dediyi üçün çıxma yazıram. Olur 12-də 3 çıxılsın 12-də 2. Deməli 1 saat ərzində 12-də 1 hissəsini doldurur. Deyir, borular eyni zamanda açılarsa 2 saatdan sonra 2-ni vururam 12-də 1-ə. Cavab oldu 6da 1 hissəsi dolu. Bizdən boş istəyir. 1-dən çıxaram 6da 1 hissəsi, 6da 5-i boşdur. Sağ olun, salamat qalın. Gəlin izahlarımızda görüşənədək.